Değerli izleyiciler, bu gözəlliyi ancaq canlı görməklə hiss etmək olar. Buranın havasını, yaşıllığı. Biz hal-hazırda Türkiyəndə Fövqəladə Halların yataqxanasının arxasındakı bağlardayıq. 7 sot çıxarışla xüsusi mülkiyyət sənədi olan, əlavə artırması 5 sot olan bir köhnə bağ evinin çəkilişinə gəlmişik. Hal-hazırda siz bağın həyəti ilə tanış olursunuz, bu gözəlliyi, bu yaşıllıqla tanış olursunuz. Yaxın dəqiqələrdə dediyim, bildiyiniz köhnə bu bağ evi ilə də ətraflı tanış olacağıq. Düşək gedək, evlə də tanış olaq. Bura o qədər gözəldir ki, havası, yaşıllığı. Adam danışmaq istədiyi və danışmağını planlaşdırdığı bütün söhbətlərini unudur. 7 sot xüsusi mülkiyyət çıxarışı olan, 5 sot əlavə artırması darvazasının qarşısında, əlavə sanuzel, 2 dənə bakı, artezyan quyusu, işığı, qaz küçənin başındadır, çəkilib gələcək evə qədər. İndi isə evə gedək. Vallahi nə danışacağımı da unuduram bura gələndə, o qədər gözəldir ki. Hal-hazırda biraz belə səliqəsizdir görünüşü. Bura sonradan əlavə artırılma bir hissədir. Hol kimi artırılıb. Yayda pəncərələri açanda bura qəşəng bir ruslar demişkən skvaznoy olur. Burada isə belə bildiyiniz əsl belə bağ evidir də. Adamın köhnə nostalji hisslər yaşadan bir bağ evidir. Belə bir kiçik qonaq otağıdır. Əşyaların da bəzilərini saxlamaq mümkündür, yəni qalacaq. Və 2 dənə də burada belə balaca yataq otaqları var. Sözsüz ki, evə əl gəzdirmək lazımdır. Siz qiyməti sonda eşidəndə yəqin ki, yüngül də olsa bir şok hissi yaşayacaqsınız. Yəni 7 sot, əlavə 5 sot, ümumilikdə 12 sot torpaq və 3 otaqlı köhnə bağ. Bu evin qiyməti cəmisi 58 min manata. Zənglərinizi gözləyirik. Daha ətraflı hiss eləmək üçün mütləq gəlib bağa baxış keçirmək lazımdır. Səhifədə nömrələr qeyd olunub. Əlaqə saxlayın, daha ətraflı, daha yaxından tanış olun.